James Joyce dünyanın ən qəliz, ən çətin oxunan əsərlərindən biri olan Finneganın Oyanışı romanında özündən bir söz yaratmışdı. Haosmos. Bu, sonradan ədəbiyyatşünaslıqda bir çox məsələni təhlil etmək üçün açar anlayışlardan birinə çevrildi, çox istinad edildi, istifadə olundu. Joyce bir-birinin içinə keçən, amma öz müstəqilliyini itirməyən, üstəlik qarışdığı, toqquşduğu şeyin yeni tərəflərini üzə çıxaran bir anlayış ixtira elədi. Haosmos 3 hissədən ibarət sözdür. Xaos, kosmos və osmos. Xaos nizamsızlıq, dağınıqlıq deməkdir. Kosmos nizamın bərpa olunması. Osmos isə nizam ilə nizamsızlıq arasındakı keçiddir, tuneldir, ara mərhələdir. Məlumdur ki, antik dövrdən üzübəri dünyanın ilkin başlanğıcını xaos kimi görüblər, xaos kimi təsəvvür ediblər, nizamsızlıq kimi anlayıblar. Sonradan hər şey nizama düşüb, kosmos yaranıb. Ancaq Joyce osmosu əlavə etməklə xaosu birinci, ilkin olmaqdan çıxarır. Deyir ki, xaos ilə kosmos daimi şəkildə bir-birlərini əvəz edirlər. Birincilik, ikincilik söhbəti yoxdur. Haosmos anlayışından özümüzə baxmağa çalışaq. 19-cu əsr Azərbaycan ədəbiyyatında ən müxtəlif ictimai-siyasi, eləcə də mədəni-kulturoloji səbəblərə görə klassik mədəni kosmos durğunlaşmış, köhnə formalar tiftiklənməyə başlamışdı. Hər şey bir estetik dalana dirənməyə gəlib çıxmışdı. Bu dalana dirənmədə Mirzə Fətəli Axundov durğunlaşıb əngələ çevrilən köhnə kosmosu yenisi ilə əvəz elədi. Köhnə kosmos itmədi. Daha dar çevrədə, marginal kanalda öz yolunu tutdu. Burada osmos keçid funksiyasını yerinə yetirən müəllif kimi Seyid Əzmi xatırlaya bilərik, yad eləyə bilərik. O, köhnə kosmosla yeni kosmos arasında bir osmos funksiyasını, keçidi, tuneli, aralıq mərhələni sanki ifadə edirdi. Haosmos biraz da qədim Çin mədəniyyətindəki yin-yana bənzəyir. Ağın içində qara, qaranın içində ağ, kölgədə günəş, günəşdə kölgə gizlənib. Onlar daim bir-birinə doğru yırğalanırlar, hərəkət edirlər və hər dəfə bir-birlərini dəyişdirirlər.